Qarabağın 7 milyon dəyər biçdiyi Koxalskiyə gələn təklif, Ukraynalı Yuri Vernedobun Neftçi ilə müqaviləsindəki sərt Rusiya qadağası və Sabahın gizli çempionluq planı. Azərbaycan futbolunda qış fasiləsi olsa da, transfer pəncərəsindəki istilik meydandakı soyuğu unutdurur. Qarabağda gündəm həm transferlər, həm də mövcud heyəti qorumaqdır. Hücumçu transferi üçün hədəflər Omar Diouf və Samba Soumadır. Sambanın klubu Lorient 4 milyonluq oyunçuya 5 milyon avro tələb etsə də, Belçikada çıxış edən Omar üçün təklif olunan 1.2 milyona 1.5 milyonluq bir geri təklif gəlib və hal-hazırda maliyyə şərtlərinə görə Omar Diouf Qarabağa bir addım daha yaxındır. Yerli Jordi Alba, Elvin Cəfərquliyev isə bu mövsümki parlayışından sonra İtaliyanın Como, Fransanın Saint-Etienne klubundan maraq var. Elvinə isə gələn transfer pəncərəsində yay dövründə daha ciddi təkliflər gələcəyinə inanırıq. Polşalı golkiper Mateusz Kowalski göstərdiyi oyunla diqqətləri üzərinə çəkmişdi. Borussia Dortmundla yanaşı bir çox klubun marağından sonra onun satış qiymətini 7 milyon avro təyin etdi Qarabağ. Kowalskinin yüksəlişindən sonra bir xeyli geri planda qalan Buntic isə komandadan ayrılmağı planlayır. Hər nə qədər gündəm yoğun olsa da, Qurbanov saysız təkliflərdən sonra heç bir oyuncunun komandadan ayrılmağına icazə vermir. Ağdam klubunun skautları isə Nigeriya U19-dan 8 gəncin performansını Nigeriyada keçirilən Obasa Games oyunlarında izləyir. Qışın çempionu Sabah mövsümü çempion başa vurmaqda israrlıdır. Ötən il 36 oyunda 9 qol payı ilə yadda qalan Umarali Rahmanəliyevin transfer hüquqlarını Rubindən almaq üçün ciddi cəhdlər edilir. Qarabağ maçında qolu ataraq liderliyi gətirən 19 yaşlı fransız Aaron Malouda klubda hal-hazırda icarə əsasında çıxış edir. Onun da satın alma hüququ Sabahın əlindədir. Klub prezidenti performansı yüksəlməyə davam edərsə, Maloudana da qalıcı transfer etmək istəyir. Komandadan ayrılan Leticin ardından Kupusovic üçün qış fasiləsi ayrılıq vaxtı ola bilər. Səssizcə 4-cü sırada yerləşən Turan Tovuz cəmi 1 il əvvəl aşağı maaşla komandaya qoşulan Braziliyalı Alex Sauzanı 350 min avro qarşılığında Çin klubuna satdı. Bu addım digər klublarımız üçün mükəmməl transfer biznesi nümunəsidir. Yuri Vernedobun Neftçiyə gəlişi klubdakı hər şey kökündən dəyişib. Artıq komandada intizam və prinsipallıq ön plandadır. Ən maraqlı məqam Ukraynalı Vernedobun müqaviləsindəki xüsusi bənddir. Onun rəhbərliyi dövründə Neftçi heç bir Rusiya klubu ilə əməkdaşlıq edə bilməyəcək. Nə yoldaşlıq görüşü, nə də oyunçu transferi. Komandanın ən böyük ulduzu sayılan Vincent Abubakarın Neftçi karyerası qısa çəkə bilər. Yeni məşqçi onun əsas heyətdə görmür və Kamerunlu hücumçu artıq Braziliyanın Vasco da Gama klubu ilə danışıqlar aparır. Elvin Cəmalovun da ayrılığını istəyir hoca. Gənc qapıçı Rıza Cəfərov isə Finlandiyaya, HYK Helsinkiyə icarə əsasında yollanır. Performansından razı qalınsa, onu qalıcı transfer etməyə arzusundadılar. Gələnlər tərəfində isə əsas hədəf Vernedobun köhnə itirməsi mərkəz müdafiəçisi Danilo Beskorova idindir. Məşqçi ilə olan əlaqəsi transfer şansını daha çox artırır. Sonda qeyd edək ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçü üçün qardaşı Orkun Kökçünün klubu Beşiktaşın marağı olduğu deyildi. Lakin bu şayə qısa müddətdə maraq yaratsa da, araşdırmalarıma görə asılsız xəbərə bənzəyir. Şamaxının hücum xəttində çıxış edən 31 yaşlı İsveçrəli Karim Rossiya adı açıqlanmayan Səudi Ərəbistan klubundan maraq var. Turan Tovuzla bənzər siyasət aparılsa, 250 min avro dəyərə sahib Rossini yaxşı qiymətə satmaq olar. Görünən odur ki, ikinci dövrə başlamazdan əvvəl maraqlı transfer dönəmi izləyəcəyik. Məlumatlardan xəbər almaq üçün bizi bütün platformalarda izləməyi unutma.